Statistik reallıq və doom scrolling. Bu gün dünyada orta statistik internet istifadəçisinin günün 6 saat 40 dəqiqəsini ekran qarşısında keçirir. Bu ömrümüzün təxminən 40% deməkdir. Təsəvvür edirsiniz nə deməkdir bu? 2026-cı ildə gəldiyimizdə isə yeni bir termin həyatımıza tam oturdu. Rəqəmsal yorğunluq. YouTube-da son aylarda dumb phone review, yəni sadə telefon icmalları videolarının izlənmə sayında 200% artım müşahidə olunur. İnsanlar artıq texnologiyalardan imtina etmir. Sadəcə həmişə əlçatan olmaq məcburiyyətindən qaçınırlar. Digital detoks və minimalist fon. Bəs səbəbi nədir? Niyə insanlar köhnə cihazlara qayıtmaq istəyir? Çünki beyin eyni anda həm iş emellərini, həm sosial media bildirişlərini, həm də sonsuz xəbər lentini emal edə bilmir. YouTube-dakı ən reytinqli texnoloji kanallarda belə artıq ən sürətli prosesorlar yox, batareykası bir həftə saxlayan və diqqəti dağıtmayan cihazlar daha çox müzakirə olunur. Sosial media platformalarının alqoritmləri bizi əks-səda kameralarına salıb. Artıq alqoritmlərin insanları necə əl aldığını söyləməyə belə ehtiyac yoxdur. Mən bununla bağlı Netflix-də yayımlanan sosial media çarxı barəsində məlumatlara baxmışdım. Google'un yaradıcı heyətindən, Amazon'un yaradıcı heyətlərindən danışırlar. Gözləntilərimiz başqa bir şey idi. Yəni uzaqda olan insanı bir-birinə yaxın eləmək, dostluqlar, münasibətlər, amma iş cığırından çıxıb insanlara alqoritmlərin necə əl aldığı barədə o videoda daha ətraflı danışıblar. Yəni baxa bilərsiniz. Bəs bu alqoritmlər bizi necə əl alıb? Sosial media platformalarının alqoritmləri bizi əks-səda kameralarına salıb. YouTube-un tövsiyə sistemi sizin maraqlarınızı o qədər yaxşı tanıyır ki, siz artıq yeni və fərqli heç nə görmürsünüz. Bu eləcə də Instagram, Facebook, TikTok və s. Bu isə özlüyündə paradoksal bir yalnızlıq yaradır. Hər kəslə əlaqədəsiniz, amma yalnız öz fikirlərinizin əksini eşidirsiniz. Sosial media platformaları istifadəçinin saxlama müddətini artırmaq üçün dopamin dövriyyəsindən istifadə edir. Hər like və ya hər yeni bir video beyninə kiçik bir mükafat siqnalı göndərir. Amma bu mükafatın təsiri keçəndə yerdə qalan tək şey rəqəmsal bir boşluq olur. Sadə telefon hərəkatı. Videonun başında söylədiyim kimi 2026-cı ilin trendi düyməli telefonlar hərəkətidir. İnsanlar sosial mediada minlərcə dollarlıq telefonlarını satdıqlarını və yalnız zəng və mesaj funksiyası olan cihazları keçişlərini çəkib paylaşırlar. Bu bir geriyə qayıdış deyil. Bu bir etirazdır. Bu cihazların istifadəçiləri qeyd edir ki, əlçatanlığı limitləmək onlara gün ərzində əlavə 3 saat qazandırır. İnsanlar sosial mediada JOMO, yəni nələrsə qaçırmaqdan həzz almaq anlayışı FOMO-nu üstələməyə başlayıb. Onlar artıq hər kəs tərəfindən hər an tapılmaq istəmirlər. Çünki əlçatanlıq ucuzlaşanda sizin vaxtınızın dəyəri də düşür. Praktik minimalizm və çıxış yolu. Bəs həlli yolu nədir? Tamamilə meşəyə köçməkmi? Bu yaxınlarda mən videoda paylaşmışdım onunla bağlı. Hindistanda o meşədə yaşayan insan kimi. Əslində xeyr. Həlli rəqəmsal gigiyeniyadır. Ekranı boz rəngə keçirmək, rənglərin dopamin təsirini azaldır bu. Don't disturb, narahat etməyin rejimini standart hala gətirmək, YouTube-da axtarış fokuslu istifadəyə keçmək, yəni alqoritmin sənə təklif etdiyini deyil, sənə lazım olanı izləmək. Əslində bu da bir çıxış yolu deyil. Ən yaxşısı sadə telefonlara keçməkdir, yəni düyməli telefonlara. Yenə də, yəni əgər smartfona bağlısınızsa da və yaxud da smartfonla bütün işiniz idarə olunursa da, bu qaydaları eləməyiniz kifayət eləyər məncə. Bu sadə addımlar sizi rəqəmsal yalnızlıqdan çıxarıb real dünyanın bir hissəsinə çevrilir. Əslində texnologiya bizim üçün yaxşı bir xidmətçi ola bilər. Sadəcə olaraq elə bir köklənmişik ki, artıq bu alqoritmlər bizi necə idarə edir, bizim özümüzün də xəbərimiz yoxdur. Mən istəməzdim ki, heç kəs içi mən qarışıq alqoritmlərin qurbanı olaq, sosial medianın qurbanı olaq. Videomuzu bir sualla yekunlaşdırmaq istərdim. Süni intellektlərin, sonsuz bildirişlərin və alqoritmlərin idarə etdiyi bu dünyada sizin real rəqəmsal olmayan həyatınızda nə var, nə yox? Görüşənədək özünüzə yaxşı baxın.